Benim bildiyimə görə gənclər arasında bir yazar da var. Gənc yazarımız olmalıdır. Ötürək mikrofonu zəhmət olmasa. Hər halda yazarın dilindən məncə bir sətirlərlə, misralarla biz eşitsək daha yaxşı olar. Qalx zəhmət olmasa tamaşaçılarımız daha yaxşı səni izləsin. Buyur. Salam, mən də sizi salamlayıram. Vasif Əli Hüseyin, Azərbaycan Yazıçılar Birliyi üzvü, gənc yazar, Qarabağinfo.com elektron jurnalının jurnalistiyəm. Təbii ki, ötən ildə biz 20 yanvarı burada bu studiyada qeyd elədik, sonra Şəhidlər Xiyabanına yollandıq, bugün də yol olacaq. Doğrudan da 24 il ötür, biz yenə də çox, məsələyə belə faciəvi cəhətdən yanaşırıq, amma bu tərəfdən də fikirləşmək lazımdır ki, bu əslində bizim qəhrəmanlıq tariximizdir. Yəni, bundan sonra biz müstəqillik qazandıq və bu günləri çox sevindiricidir ki, insanlarımız çox böyük izdihamla o mərasimi qeyd edirlər, Şəhidlər Xiyabanını ziyarət edirlər. Mən sizə bir şey xatırlatmaq istəyirəm. Bizim 10 ildə fəaliyyət göstərən Qarabağinfo.com adlı elektron jurnalımız artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Mən flyer sizə təqdim eləmək istəyirəm. Deməli, buradadır, buyurun, zəhmət olmasını istəyirsiniz. Mən sizə verim. Çox hörmətli millət vəkilimiz İlxan Süleymanov bu işin idea müəllifidir. Təsəvvür edin ki, erməni dilində də biz yazılarımız dərc olunur. Bir gənc yazar olaraq bu yaxınlarda mən İlham və Fərzənin ailəsi ilə də görüşdüm. Böyük bir reportajımız həmin elektron jurnalımızda yer alıb müxtəlif dillərdə. Bu qədər. Bir gənc yazar olaraq istəyərəm bir şeir də deyim. Məncə də maraqlı olardı. Eşitsək və biraz öncə İlham və Fərizənin valideynlərinin adını çəkdim. Bugün onlar da bizim proqramımızda olacaqlar. Biraz sonra görüşəcəyik. Mən bu yaxınlarda onlarla görüşdüm, evlərində oldum. Buyur, buyur. Bir eşidək səndən bir şeir. Bu yazı hardan yazılıb? Bu dərd? Bu yazı hardan yazılıb? Bu yazı 100 dərd bitirir. Oğlunu itirmiş anam məzara köynək gətirir. Qoy başını bu şəkilə, bu şəklin üzündən öp. Bu şəklin biri azdır, bu şəklin yüzündən öp. Öldü, qurtardı adamlar. O günkü gəlindi Allah. Bu qədər canından keçən, bəs sənin nəyində Allah? Sağ olun. Çox sağ olun, minnətdarım sizə. Əyləşin, mikrofon qalsın. Əziz dostlar, biraz sonra yenidən sizlə ünsiyyətimizi davam eləyəcəyik. Mən bir məlumatı istəyirəm tamaşaçılarımızın diqqətinə çatdırım. Bugün çoxdur 20 yanvar hadisəsi ilə bağlı faktlarımız, məlumatlarımız. Redaktorımız Ayselə təşəkkür edirəm. Çox dinamik bir şəkildə yenilədiyinə və təqdim elədiyinə görə mənə məlumatları. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə bugün bütün məscidlərdə və dini məscidlərdə şəhidlərin şəninə xütbələr veriləcək. Onların əziz ruhlarına Quran oxunacaq, dualar ediləcək. Gənclərə vətən, haqq, ədalət uğrunda, Qarabağ uğrunda, haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ ediləcəkdir. Qafqaz Müsəlmanları İdarəsi 20 yanvar şəhidlərinin, eləcə də vətənimizin bütövlüyü və milli müstəqilliyimiz, Qarabağ uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüzünlə başsağlığı verir və onlara Allahdan səbir və dəyanət arzu edir.